A1, A2 səviyyəsindən sonra gəlin B1 səviyyəsi ilə tanış olaq. Görək B1 səviyyəsində hansı ümumi bacarıqlar bizdən tələb olunur. Ümumiyyətlə B1 səviyyəsi dedikdə orta səviyyə nəzərdə tutulur, yəni intermediate səviyyəsi nəzərdə tutulur. Bu səviyyəyə çatan şəxslər artıq ingilis dilini müəyyən dərəcədə sərbəst və davamlı şəkildə istifadə edirlər. İlk növbədə gəlin öyrənək qrammatikada hansı mövzular əsas sayılır B1 səviyyəsində. İlk növbədə indiki, keçmiş, gələcək zamanların bitmiş formaları bilinməlidir. Yəni present simple perfect, continuous perfect, past simple perfect, continuous perfect, future perfect bu formada. Təbii ki, sifəti müqayisə halları da bilinməlidir. Modal feillər öz yerində, if ilə başlanan cümlələr, yəni şərt cümlələri, yəni zero conditional, first conditional, second conditional mövzuları mütləq bilinməlidir. Eyni zamanda pasiv cümlə, passive voice, bu da bilinməlidir. Yəni məchunlu, məsələn, necə deyərək, bu tort mənim dostum tərəfindən bişirilmişdi. This cake was made by my friend. Artıq cümlələr bir-birinə nisbi əvəzliklərlə bağlana bilər. Yəni nisbi əvəzliklər deyəndə who, which, that kimi nisbi əvəzlikləri nəzərdə tuturam. Cümlədə söz sırasına xüsusi diqqət edilməlidir. Belə ki, zərflərdə və sifətlərdə, xüsusilə sifətlərdə sözlərin düzülüşünə, yəni sifətlərin düzülüşünə xüsusi fikir vermək lazımdır. İndi gördüyünüz cümlələr tipik B1 səviyyəsinə uyğun olan cümlələrdir. Məsələn, I've been learning English for 2 years. Burada indiki bitmiş davam edici zamandan istifadə olunub. Yəni 2 ildir ki, ingilis dilini öyrənirəm. Müddətin uzunluğunu xüsusi bir üzə vermək istədiyim üçün burada indiki bitmiş davam edici zamandan istifadə etmişəm. I've been learning. Və ya could you tell me where the nearest bank is? Bu cümlədə isə söz sırasına xüsusi diqqət ayırmaq lazımdır. Çünki söz sırası nəqli cümlədə olduğu kimi verilir, sual cümləsində olduğu kimi deyil. Sadəcə olaraq cümlə modal feil ilə başlayır. Üçüncü cümlə I am planning to visit Germany next summer. Bu cümləyə nəyə diqqət edək? Cümlə indiki davam edici zaman quruluşundadır, amma sonda gələcəyə aid bir zərflik verilib. Bəli, bu quruluşda ingilis dilində var. Feil indiki davam edici zamanda, amma gələcəyə aid olan bir zərfliklə cümləmizi gələcəyə aid edə bilərik. Yəni, mən gələn yay Almaniyaya səyahət etməyi planlaşdırıram. Növbəti cümlə I think this movie is more interesting than the last one. Bu cümlədə isə sifətin dərəcələri mövzusu önə çıxarılıb. Düşünürəm ki, bu film sonuncudan daha maraqlıdır. Və sonuncu cümlə If I have time tomorrow, I will help you. Burada isə first conditional cümləsidir, yəni birinci şərt cümləsindən istifadə olunub. Yəni, sabah vaxtım olsa, sənə kömək edəcəyəm, şərt qoyur. A1, A2 səviyyəsindən fərqli olaraq B1 səviyyəsində daha çox frazoloji birləşmə və idiom görəcəksiniz. Təbii ki, bir-birindən asılı olaraq artıq mövzu daha da genişlənməyə başlayacaq. Belə siz artıq təhsil və iş həyatınız haqqında da geniş məlumat verə bilməlisiniz. Səyahət və hər hansı bir məkanı təsvir etməyə bacarmalısınız. Sağlamlıq və idman mövzusunda danışmağa bacarmalısınız. Əyləncəniz və ya hobbiləriniz haqqında geniş məlumat verməyə bacarmalısınız. Ümumiyyətlə, texnologiya haqqında, media haqqında, hava, təbiət haqqında, eləcə də gələcək planlarınız haqqında məlumat verməyə bacarmalısınız. Dinləmə bacarıqlarınız hansılar olmalıdır? Artıq sizə tanış gələn mövzularda danışılan nitqi asanlıqla anlaya bilməlisiniz. Radioya qulaq asdığınız zaman artıq orada gedən söhbətin əsas məğzini başa düşməlisiniz. Sadə yazılan qəzet məqalələrini oxuyub tərcümə etməyə bacarmalısınız. Yəni, mənasını başa düşməlisiniz artıq. Oxuma və yazı baxımından yanaşsaq, siz artıq kiçik hekayələri
oxuyub mənasını anlamalı və danışmağı bacarmalısınız. Yazıya gəlincə siz özünüzdə sadə bir hekayə yaza bilər, hər hansı baş verən bir hadisəni təsvir etməyi, yəni yazı şəklində ifadə etməyi bacarmalısınız. Növbəti dərsimiz B1 səviyyəsinə uyğun olan tapşırıqlar barəsində olacaq.